Herkese salam. Kanalıma xoş gəlmisiniz. Bu mənim ilk kanalım və ilk videomdur. İstədim ilk videom atamla, nənəmlə belə ailəvi bir şey olsun. Ona görə ilk öncə səhər yuxudan durduq və təndirin başına keçdik. Təndir çörəyi üçün. Burada təndiri nə edirlərsə eləsinlər, təndir istədikləri kimi olmur. Yəni altdan yanmalıdır, amma üstdən yanır. Burada atam yeni ixtiralar kəşf eləyir və özündən belə bir şey düzəldir. Çox maraqlı və çox ağıllı ideyadır. Mən də atama oxşamışam deməli. Ağlım belə çox praktik işləyir. Belə yandırır, sonra aparır onu alta. Və altı yandırır, sonra üstə keçir o yanıq. Nəyəsə belə bir şey. Aləmi vurdum bir-birinə və atam həqiqətən də qəşəng yandırdı maşallah. Və burada nənəm, yəni bir şeyə müdaxilə eləməsə, həqiqətən də özünü çox narahat hiss edir də. Yəni mən də o cəhətdən ona çox oxşamışam. Mən də eləyəm həqiqətən. Bir şeyə müdaxilə eləməsəm, öz əllərimlə eləməsəm, yəni heç kimə əmanət eləyə bilmirəm. Burada da yeni odunları yığırlar üstə ki, bu da yansın və qəşəng olsun. Burada da уже yanmağa başlayır odun. Gördüyünüz kimi və yenə də bu təndirin başına açmadıqları oyun qalmır da. Heç bir oyun qalmır. Yazıq təndir. Burada da cəhənnəmə oxşayır evra. Görürsən cəhənnəmdə qırqazanında belə yanacaq biz. Çox maraqlıdır. Və yenə nənəm. Həmişəki kimi öz amplasındadır. Burada yenə kübuş götürür təndirdən odunları atır çölə. Mən başa bilmədim ki, bunları yandırmaq da bir zülüm, söndürmək də bir zülüm. Nə bilim, amma kənd yerində belədir də. Mənim babam ancaq təndir çörəyi yeyir deyə başqa çörək yemir. Ona görə onun üçün hər həftə belə bişirirlər. Və ancaq o yeyir o çörəkdən. Çox sevir, başqa çörək yemir. Həm də çox dadlı olur həqiqətən. Burada da suyu tökürlər ki, buxarlansın təndir. Təndirə buxara verirlər. Ya da hər nəysə ondan. Burada da bibim gəlir, çörəyi yapmağa çalışır. Belə eləyir. Və bibim üzünü çevirən kimi nənəm gəlir. Əli ilə kontrol eləyir. Hər çörək yapdıqca inanırsınız. Gəlir də əli ilə yoxlayırdı ki, görüm necə olub. Burada da hamısı eləyəndən sonra su siləyirlər ki, su qəşəng buxarlansın və ağzını örtürlər ki, qəşəng bişsin. Burada çörəklər уже hazırdır. Amma çox dadlı olur, çox gözəl qızarır. Bir-bir çıxardıb, gətirib yığırlar. Burada da uşaqlar susuzundan yandıqları üçün kompot içirik, təbiət içində. Kompot çox dadlı idi həqiqətən. Və burada da hamımızın ayağımızdakiləri görürsünüz də, yəni. Burada da atam dananın balasını açıb, inəyin balasını da. İnək öz kefindədir, yeyib içir. Balası isə ona qovuşmaq üçün gördüyünüz kimi necə həyəcanlıdır. Naz eləyir anasına getmək üçün. Burada da atam onları qovuşdurublar və çox şirindilər həqiqətən. Və daha sonra təndirdən çörəyi bişirdik. Həyətdə biraz gəzdik. Sonra getdim xəngəl eləməyə. Bu mənim qaynanamın çox sevdiyi xəngəldir. Adını dəqiq bilmirəm. Və resepti də sizlər üçün paylaşdım. Belə gözə yarı un atırsınız. Sadəcə un, su, duz. Belə normal xəmir yoğurursunuz. Belə çox belə bərk də olmamalıdır. Çox yumşaq da xəmir olmamalıdır. Gördüyünüz kimi. Belə yoğurursunuz qəşəng. Və sonra belə bir xəmir alınır. Xəmir də elə necə yoğurmuşamsa. Burada da xəmiri belə yumurlayırsınız. Sonra onları balaca kündələrə kəsirsiniz. Onun da nə üçün olduğunu göstərəcəm indi sizə. Belə əlinizdə belə burursunuz. Uzun olmalıdır bunlar hamısı. Və gördüyünüz kimi hamısı belə yığılır. Sonra qıraqda bir paçka tomatı, yəni gördüyünüz bu tomatdan 720 qram tomatın hamısını boşaldıram. Yağ, sarımsaq, bir də duz qarışdırırsan. Daha sonra ətin suyunda bişirirsən. Qabaqcadan buna əti atırsan suya, soyutma ət kimi olur. Sonra o xəmirləri belə kəsirsən. Burada qaynanam bizə öyrədir necə eləmək lazım olduğunu. Və kəsirsən, daha sonra ətin suyun içindəki ətləri götürürsən, o xəmirləri o suda bişirirsən. Bir də suya duz atmağı unutmayın.
Amma az atın suyu. Mən çünki çox atdım duzunu, biraz duzlu alınmışdı məndə. Ehtiyatlı olmaq lazımdır. Və daha sonra yavaş-yavaş onların elədiyini gətirib mən yığırdım içinə, bişirdim. Hamısının eyni qazanda bişməlidir, amma normal yarpaq xəngəli kimi bişirib götürmək olmur bunu. Ancaq hamısı bir yerdə bişməlidir. Əslində bunun qaydası belədir. Baxın, qazanın başında durursan, belə şey eləyib atırsan. Və belə. Burada da kameramanlığı yoldaşım eləyirdi. Maşallah çox qəşəng çəkib. Burada da yoldaşım kömək eləyirdi qarışdırmağa. Qəşəng bir qazan xəngəl alındı. Və axırda da tomatı töküb üstünə nuş edirsiniz. Və daha sonra axşama qonaqlarımız gəldi və belə kabablar çəkdi atamgil. Samovar çayda qaynatmışdıq əslində, amma onu çəkmədim.